Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Kürdəmirdə tədbir keçirilib. Kürdəmir rayon İcra Hakimiyyətinin dəstəyi ilə Vətənpərvər Azərbaycan Gəncliyi, Sağlam Gənclik, Sağlam Gələcək mövzusunda təşkil edilən görüş İcra Hakimiyyətinin inzibati binasında baş tutub. Görüşdə açılış nitqi ilə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib. Dövlət Xidmətindən bölgə TV-yə verilən məlumata görə, tədbirdə çıxış edən Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin çağırışa qədərki hazırlıq idarəsinin rəisi Polkovnik Leytenant Füzuli İsmailov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əskəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Həmçinin ölkəmizdə 2025-ci ilin Konstitusiya və suverenlik ili elan edilməsi ilə əlaqədar geniş məlumat təqdim edib. Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrədinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib. Həmçinin xaricdə təhsil və təhsilə görə verilən möhlət, bir sıra xidmətlərin rəqəmsallaşdırılması barədə də geniş məlumat çatdırıb. Daha sonra Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi Polkovnik Leytenant Siloydin Əhmədov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış edərək öz təəssüratlarını bölüşüblər. Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur. Rəna Rövşən qızı, BTV.